Artıq bir müddətdir Simanın üz tanıma texnologiyası Bolt, Uber və Yango mobil tətbiqlərinə inteqrasiya olunub. Bununla da qeydiyyatdan keçmiş maşının nömrəsi ilə başqa maşının taksi kimi işləməsi və sürücü profilinin başqa şəxslər tərəfindən istifadəsinin qarşısı böyük ölçüdə alınıb. Bakı şəhərində təxminən 35 min civarında taksi fəaliyyəti ilə məşğul olan avtomobil olduğu güman olunur və təsəvvür etsək ki, hər bir sürücü gün ərzində 3-4 dəfə üz tanıma testindən keçir. Bu artıq hər gün 10 minlərlə belə deyək test deməkdir. Sürücünün həqiqətən də profil sahibinin özü olmadığı aşkar edilərsə, bununla bağlı dərhal həmin taksi operatoruna məlumat ötürülür, həmin profil haqqında, sürücü haqqında müvafiq tədbirlər həyata keçirilir. Qurum rəsmisi bildirir ki, ilk aylarda qeyri-qanuni hallar olsa da, artıq sürücülər özləri də bunun aşkarlandığını bildikləri üçün çox da cəhd etmirlər. Uber və Yangodan da bildirildi ki, bugünə qədər onların 1000-ə yaxın sürücüsü yoxlamadan keçib və mümkün neqativ halların qarşısı alınıb. Qeydiyyatdan keçmiş sürücülər də yeni sistemin həm onların fəaliyyəti, həm də sərnişinlərin təhlükəsizliyi baxımından müsbət addım olduğunu dedilər. Sənətin varsa əlbəttə ki, razısan. Sənətin yoxdursa narazı ola bilərsən də. Mənim sənətlərim qaydasındadır, razıyam da. 3-4 saatdan bir gəlir face control. Güvənlidir əlbəttə ki. Orada öncə sənin bütün məlumatların var da. Üz tanınır, iş bərpa olunur. Əgər tanınmasa, elə bir ki, iş yekunlaşır. Əvvəl var idi elə bir şey, Sima ilə bağlı gec-gec gəlirdi də. Amma indi tez gəldiyinə görə daha eləsə mümkün olmur. Həm də eləsə olanda sırası bloklayırlar şeyləri. Hələ də başqasının profili ilə işləyənlərin olduğunu bildirən də oldu. Saxta profillər çoxdur. Ona görə də biz məsəl üçün qanuni işləyən adamlar biz işləyə bilmirik. Profil kiminsə adınadır, məsəl üçün hər kimi. O çağırırlar ki, gəl şəkili çək get. Elə də olur. Görülən bütün tədbirlərə baxmayaraq hələ də taksi çağırdığımızda tətbiqdə göstərilən dövlət qeydiyyat nişanı deyil, başqa qeydiyyat nişanı ilə taksi maşını gələ bilir. Bəzi taksi sürücüləri də başqasının profilindən istifadə etdiklərini etiraf edirlər. Bunun üçün profil olan şəxsin olduğu ərazidən çox uzaqlaşmayıb, sonuncu sürücünün dediyi kimi üz tanıma tələb olunanda o sürücünün şəklini çəkdiklərini də deyirlər. Görünür, rəqəmsal həllə belə kələk gəlməyə bacaranlar hələ ki var. Aynadan da bildirildi ki, keçən il aparılan araşdırmalar zamanı fəaliyyətində müxtəlif nöqsanlar aşkar edilən 10 daşıyıcı üzrə 364 buraxılış kartı ləğv edilib.